Salam, hər vaxtınız xeyirli olsun, əziz müəllimlər. Bugünkü mövzu izahımız məktəbəqədər təhsil sahəsində təhsil verənlərin, təhsil alanların və valideynlərin və ya qanuni nümayəndələrin hüquq və vəzifələri mövzusu üzrə olacaq. Deməli, biz hüquq və vəzifələri bir-birindən necə fərqləndirə bilərik? Hüquq deyəndə bir növ bizim haqqımızdır, eyni zamanda valideynlərin və uşaqların haqqıdır. Yəni hüquqlar bir növ tələb kimi qarşıya qoyulmur ki, bunu mütləq şəkildə həyata keçirməlisən. Vəzifə isə bir tələb kimi qarşıya qoyulur və mütləq şəkildə icra olunmalıdır. İndi nəzər yetirək məktəbəqədər təhsil sahəsində təhsil verənlərin, yəni tərbiyəçi müəllimlərin hansı hüquqları var? Təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq. Bu bizim hüququmuzdur. Yəni əgər hər hansısa bir müəssisədə işə girirəmsə, o müəssisə mənim üçün uyğun deyilsə, yəni mənim üçün təhlükəlidirsə, normal bir iş şəraiti deyilsə də, mən orada işləməyə bilərəm. Bu mənim hüququmdur. Yəni bu məcburi deyil ki, mütləq şəkildə həmin müəssisədə işləməliyəm. Bu mənim hüququmdur. İstəyərəm işləyərəm, istəyərəm işləmərəm. Daha sonra təhsil prosesinin təşkili, idarə olunmasında təhsil layihələrində iştirak etmək, idarə etmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək mənim hüququmdur. Yəni idarə olunmasında müəyyən bir fikirlər irəli sürə bilər tərbiyəçi müəllimlər. Bu da məcburi deyil ki, mütləq şəkildə nəsə bir fikir bildirmək lazımdır. Yəni istəsəm hər hansısa bir fikir irəli sürə bilərəm, istəsəm də ki, hər hansısa bir fikir deməyə bilərəm. Bu artıq mənim hüququmdur. Eyni zamanda da təhsil layihələrində iştirak etmək, yəni müəyyən bir layihələr təşkil olunursa, orada iştirak etmək mənim hüququmdur. Daha sonra şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, bu da mənim hüququmdur. Yəni belə deyim, bir növ mən necə ki hər kəsin şərəf ləyaqətinə hörmətlə yanaşıramsa da, bunu tələb etmək hüququm var ki, hər kəs də mənə elə yanaşsın. Sonra təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək bizim hüququmuzdur. Yəni bu nə deməkdir? Mən bu gün məşğələni fərqli metodlarla keçə bilərəm. Mənim belə bir hüququm var. Yəni məcbur deyil ki, mən yalnız bir metoddan istifadə edərək məşğələni tədris edim və yaxud da ki, bir istiqamətdə məşğələni tədris edim. Bu mənim hüququmdur ki, fərqli metod və formalardan istifadə eləyə bilim. Və bu zamanda uşaqyönümlü təhsil qorunmalıdır mütləq şəkildə. Yəni uşaqların yaş xüsusiyyətlərini, maraq və tələbatlarını nəzərə alaraq istədiyim metod və formada məşğələni tədris edə bilərəm. Məsələn, hər hansısa bir məşğələni keçirəmsə də, verilən proqramda fərqli bir metoddan verilibdir. Məsələn, oyunların təşkili fərqli verilibdir. Mən isə onu daha yenilikçi olaraq, uşaqların maraqlarını nəzərə alaraq, yaş xüsusiyyətlərini nəzərə alaraq fərqli metodlarla keçə bilərəm. Bu artıq mənim hüququmdur. Amma təbii ki, uşaqların yaş xüsusiyyətləri, maraq və tələbatları nəzərə alınaraq bu hüquqlarını istifadə edə bilərəm. Daha sonra mükafatlandırılmaq və təltif olunmaq da mənim hüququmdur. Daha sonra məktəbəqədər təhsil sahəsində təhsil verənlərin vəzifələri. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək bu artıq bizim vəzifə borcumuzdur. Yəni hüququm deyil ki, istəyərəm iştirak edim, istəyərəm iştirak etməyim, belə bir şey deyil artıq bu. Burada mütləq şəkildə iştirak etməliyik. Bu artıq bizim vəzifə borcumuzdur. Və dövlət siyasətinin həyata keçirilməsinə nümunə olaraq gətirə bilərik. Məsələn, hər hansısa bir seçkilərdə iştirak etmək. Mütləq şəkildə biz seçkilərdə iştirak etməliyik. Yəni səs vermədə iştirak etməliyik. Bu artıq bizim vəzifə borcumuzdur. İxtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və attestasiyadan keçmək. Yəni bir növ sertifikasiyadan keçməkdir, ixtisasını artırmaqdır. Bu artıq olur bizim vəzifə borcumuz. Yəni istəyərəm yenə sertifikasiyadan keçim, keçməyim artıq bu hüquq deyil, vəzifədir. Mütləq şəkildə hər kəs sertifikasiya imtahanından keçməlidir. Bu bizim vəzifə borcumuzdur. Daha sonra dövlət təhsil standartlarına uyğun olaraq təhsil alanların
zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək. Yəni dövlət təhsil standartlarının tələblərini nəzərə almaqla uşaqlarda müəyyən bir bilik bacarıqlar, həyati bacarıqlar yiyələndirilməlidir. Yəni mütləq şəkildə məşğələlər keçirilməlidir və həmin məşğələlərin tədris olunması, keçirilməsi də dövlət standartlarına uyğun tədris olunmalıdır. Daha sonra məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək də bizim olur vəzifəmiz. Daxili intizam qaydaları, yəni bağçanın müəyyən bir qayda qanunları var. Mütləq şəkildə hər kəs o qaydalara əməl etməlidir. Eyni zamanda biz işə daxil olarkən əmək müqaviləsi bağlanır. Həmin əmək müqaviləsində də müəyyən bir yeni vəzifə funksiyaları verilir ki, mütləq şəkildə biz onlara əməl etməliyik, icra etməliyik. Təhsil alanların Azərbaycan xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, Azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək bizim vəzifə borcumuzdur. Uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq və ziyalık nümunəsi göstərmək bizim vəzifə borcumuzdur. Yəni uşaqların həm şərəf ləyaqətinə hörmətlə yanaşmalıyıq, həm danışığımıza fikir verməliyik, geyimimizə fikir verməliyik. Yəni bunların hər birinə əməl etməliyik. Bu artıq bizim vəzifə borcumuzdur. Eyni zamanda müəllimlik adına, müəllimlik peşəsinə hər hansısa bir xələl gətirə biləcək hərəkətlərə yol vermək olmaz. Yəni burada müəllim adını mütləq şəkildə yüksək tutmalıyıq. Bu artıq bizim olur vəzifə borcumuz. Daha sonra uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki, psixi zorakılığın bütün formalarından qorumaq, bu da yenə olur bizim vəzifə borcumuz. Mütləq şəkildə biz uşaqları fiziki, psixi zorakılığın bütün növlərindən, bütün formalarından qorumalıyıq. Eyni zamanda uşaqları təhlükəsiz bir mühitdə məşğələlərə cəlb etməliyik. Yəni mühit elə olmalıdır ki, uşaqların nə sağlamlığına zərər vura biləcək olsun, nə də ki, psixologiyasına mənfi təsir göstərə biləcək olsun. Yəni bunlar mütləq şəkildə nəzərə alınmalıdır. Uşaqların təlim tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək. Yəni biz hər zaman uşaqların irəliləyişlərini, inkişaflarını valideynlərlə bölüşməliyik. Bu bizim vəzifə borcumuzdur. Tək müsbət tərəflər deyil, təbii ki, mənfi tərəflər də varsa da bunları da mütləq şəkildə biz valideynlərə ötürməliyik. Bu bizim vəzifə borcumuzdur. Fərqi yoxdur, mənfi tərəf olsun, müsbət tərəf olsun. Mütləq şəkildə uşağın davranışıdır, təlimdəki irəliləyişidir, inkişafıdır, sosiallaşmasıdır. Hər bir məlumatları biz valideynə ötürməliyik. Sonra təhsil alanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq. Yəni uşaqlara biz məşğələni doğru şəkildə çatdırmalıyıq. Eyni zamanda bizim qarşımızda qoyulan tələbləri reallaşdırmalıyıq. Yəni uşaqları bağçadan artıq məktəbə həm psixoloji olaraq, həm də ki, təlim baxımından hazır etməliyik. Daha sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək də bizim vəzifə borcumuzdur. Mütləq şəkildə ildə bir dəfə işə daxil olan zaman, yəni ilin əvvəlində biz tibbi müayinədən keçməliyik. Daha sonra valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində hansı hüquqları var? Övladı, yəni qəyyumluğunda olan şəxs üçün məktəbəqədər təhsil müəssisəsini seçmək bu valideynlərin hüquqlarıdır. Yəni valideynlər övladlarını istənilən bir bağçaya yazdıra bilər. Bu məcburi deyil ki, valideynlər hər hansı bir bağçaya övladını məcbur şəkildə yazdırsın. Bu valideynlərin hüquqlarıdır. İstədikləri bir müəssisəni seçə bilər övladları üçün. Daha sonra məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin təşkili və keyfiyyəti, həmçinin övladının və ya qəyyumluğunda olan şəxsin davranışı, təhsilə olan marağı, qidalanması, tibbi müayinəsi və xidmət şəraiti haqqında məlumat almaq valideynlərin hüququdur. Yəni uşağın məşğələdə necə davranır, təhsili necə özünü göstərir, uşaqlarla davranışı, sosiallaşması nə dərəcədədir?
qidalanması necədir, tibbi müayinəsi necədir, yəni sağlamlığıdır. Bunun hər biri haqqında müəssisə rəhbərindən, eyni zamanda tərbiyəçi müəllimdən məlumat almaq olur valideynin hüququ. Daha sonra təhsil alanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarə olunmasında və mədəni kütləvi tədbirlərin təşkilində iştirak etmək də olur valideynlərin hüquqları. Yəni uşaqların hüquqlarını, maraqlarını təbii ki, müdafiə etmək valideynlərin hüquqlarıdır. Əgər uşağın hər hansısa bir hüququ pozulursa, məsələn, uşaqlar normal qida ilə təmin olunmursa, artıq bunları tələb etmək valideynin hüququdur və ya uşağın asudə vaxtı səmərəli təşkil olunmursa, bunu tələb etmək yenə valideynin hüququdur. Daha sonra hər hansısa bir tədbirlər təşkil olunursa, o tədbirlərdə valideynlər də iştirak eləyə bilər. Bu onların hüquqlarıdır. Daha sonra müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək olur valideynlərin hüquqları. Yəni övladı haqqında müəyyən bir irəliləyişləri əldə etmək, müəssisənin rəhbərliyi, eləcə də tərbiyəçi müəllimlə əməkdaşlıq etmək valideynlərin hüquqlarıdır. Daha sonra valideynlərin və digər qanuni nümayəndələrin hansı vəzifələri var? Övladının erkən yaşdan fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq bu artıq olur valideynlərin vəzifəsi. Mütləq şəkildə, yəni övladlarını təhsilə cəlb etməlidir. Bu valideynlərin vəzifə borcudur. Daha sonra övladını Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərə, Azərbaycançılıq məfkurəsinə, vətənə, ana dilinə qarşı hörmət və məhəbbət ruhunda tərbiyə etmək valideynlərin vəzifə borcudur. Yəni mütləq şəkildə bu tələbləri valideynlər övladlarına verməlidir. Yəni övladlarını bu ruhda tərbiyə etməlidir. Deməli bu sözə biz bir də tərbiyəçi müəllimlərin vəzifəsində rast gəlirik. Deməli bunu necə aid edirik? Övladını əgər tərbiyə etmək varsa, yəni övladı sözünü görürüksə, bu aid edilir valideynlərin vəzifə borcuna. Əgər burada övladı sözü olmasaydı, təhsil alanları tərbiyə etmək olsaydı, artıq bu olur tərbiyəçi müəllimlərin, yəni təhsil verənlərin vəzifələri. Yəni təhsil verənlərdə olur təhsil alanları tərbiyə etmək, valideynlərdə isə olur övladını tərbiyə etmək. Daha sonra məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, həmçinin məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək valideynlərin və digər qanuni nümayəndələrin vəzifə borcudur. Deməli bu da həm tərbiyəçi müəllimlərdə verilir, həm valideynlərdə, yəni müəyyən bir oxşarlıq var. Bu hissəyə kimi hər ikisində eyni verilir. Məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək həm valideynlərin vəzifə borcunda verilir, həm də təhsil verənlərin vəzifəsində verilir. Sadəcə olaraq burada əsas diqqət yetirməli olduğumuz məqam bu olur ki, artıq burada verilir ki, məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək. Yəni valideynlərdə də bura kimi dediyim kimi eyni gəlir, həm təhsil verənlərdə, həm valideynlərdə. Valideynlərdə fərqlilik bu olur ki, burada valideyn sözü onsuz da vurğulanır. Valideyn və digər qanuni nümayəndələr arasında bağlanmış və artıq burada müqavilə deyir. Müqavilənin şərtlərinə əməl etmək. Deməli, burada təhsil verənlərdə nəzər yetirək. Burada isə verilir ki, daxili intizam qaydalarına əməl etmək, eyni zamanda əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək. Amma valideynlərdə əmək müqaviləsi verilmir. Sadəcə olaraq orada valideynlər və müəssisə arasında bağlanmış müqavilədən söhbət gedir. Yəni əsas bu hissəyə diqqət yetiririk. Daha sonra nəzər yetirək uşaqların hüquqlarına. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə
dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq uşaqların hüquqlarıdır. Yəni uşaqlar üçün elə bir müəssisə təşkil olunmalıdır ki, uşaqlar orada təhlükəsiz şəraitdə təhsilə cəlb oluna bilsinlər. Eyni zamanda həmin bu müəssisənin elə bir mühiti olmalıdır ki, uşaqlarda mənəvi, psixoloji cəhətdən sağlamlığını özündə göstərə bilsin. Daha sonra isə həmin müəssisədə keçirilən məşğələlərdir, oyunlardır, hər bir fəaliyyətlər dövlət təhsil standartlarına uyğun olaraq keyfiyyətli şəkildə təşkil olunmalıdır. Bunlar aid edilir uşaqların hüquqlarına. Lakin burada keyfiyyətli təhsil vermək deyilsə, artıq bu olar təhsil verənlərin vəzifəsinə. Yəni bir növ belə deyim, uşaqların bütün hüquqlarının hər birini təmin etmək bu artıq aid ediləcək təhsil verənlərin vəzifələrinə. İndi bunu digər hüquqlarında da qeyd eləyəcəm. Yəni burada son olaraq müəyyən bir sözləri dəyişməklə biz onu təhsil verənlərin vəzifəsinə aid edə bilirik. Lakin bu təhsil verənlərin vəzifəsində hər biri xırdalıqlarına qədər yazılmır, verilmir. Amma biz bilməliyik ki, uşaqların müəyyən bir hüquqlarını da təmin etmək bu artıq aid edilir təhsil verənlərin vəzifəsinə. Daha sonra şəxsiyyətinin alçaldılmasına, mənəvi, psixoloji durumuna, sağlamlığına zərər vuran hərəkətlərin bütün formalarından, fiziki, psixoloji zorakılığın hallarından müdafiə olunmaq uşaqların hüquqlarıdır. Lakin bunları müdafiə etmək isə, yəni uşağın şəxsiyyətinin alçaldılmasıdır, mənəvi, psixoloji durumuna, sağlamlığına zərər vura biləcək hərəkətlərin qarşısını almaq, bu artıq olur təhsil verənlərin vəzifələrinə. Uşaqların sağlamlığına, mənəvi, psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan, təbliğatlardan müdafiə olunmaq yenə olur uşaqların hüquqları. Artıq bu informasiyalardan, təbliğatlardan uşaqları uzaq tutmaq, uşaqları müdafiə etmək aid edilir təhsil verənlərin vəzifələrinə. Ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq. Yəni burada da müəyyən bir nitqində ləngimələr ola bilər, eşitməsində, görməsində müəyyən bir ləngimələr olar. Bununla bağlı artıq ödənişsiz şəkildə tibbi xidmətdən yararlanmaq olur uşaqların hüquqları. Müəyyən olunmuş normativlərə uyğun keyfiyyətli qida ilə təmin edilmək uşaqların hüquqları, təmin etmək əgər deyilirsə, artıq bu olur təhsil verənlərin vəzifəsi. Daha sonra asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyl maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq yenə aid edilir uşaqların hüquqlarına. Lakin təmin etmək deyilirsə, yəni son söz dəyişirilirsə, artıq bu olur təhsil verənlərin vəzifəsi. Yəni olunmaq, edilmək varsa da uşaqların hüquqlarıdır. Artıq bunları etmək verilirsə, bu olur təhsil verənlərin vəzifəsi. Və uşaqların, yəni təhsil alanların vəzifələri yazılmır. Lakin təhsil alanların, yəni uşaqların da müəyyən bir vəzifələri olur, öhdəlikləri olur. Yəni bu da bir növ səriştələrdən biz inteqrasiya etsək, şəxsi və sosial məsuliyyət səriştəsinə aid edilir. Yəni uşaqların vəzifəsi şəxsi sosial məsuliyyət səriştəsində yer alır. Hansı ki, bir nümunə gətirək, uşaqların növbətçilik bacarığında iştirak etməsi. Bu uşaqların vəzifəsidir. Eyni zamanda səriştə olaraq götürürük, şəxsi və sosial səriştə. Yəni bu vəzifə olaraq yazılmır, lakin uşaqların müəyyən bir vəzifə öhdəlikləri də verilir, yəni məsuliyyətləri olur. Ümid edirəm ki, bu video izah sizin üçün faydalı oldu. Videonu bəyənməyi, rəy yazmağı, həmçinin də daha çox belə video izahlar üçün, dərs izahları üçün kanalı izləməyi unutmayın.